Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri vahlul ugdeten min lisani yefqahu qavli. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz əməllərin təkrar edilməsi nəticəsində bəzi xislətlərin ələ gəlməsi haqqında olacaq inşallah. İnsan dünyaya gələrkən onun ruhu və nəfsi hələ heç nə yazılmamış ağ bir vərəq kimi təmiz olur. İnsandan baş verən yaxşı və pis əməllərin nəticəsində və bunun daha çox təkrarlanması nəticəsində onun şəxsiyyəti formalaşır. Buna bir neçə misal çəkmək olar. Məsələn, insan ilk dəfə günah eləsə, o günah bu insanın qəlbində bir iz buraxacaq. Və bu şəxs bu günaha görə peşman olaraq tövbə edəcək və günlərlə etdiyi bu günahın təsirindən çıxa bilməyəcək. Peşmançılıq hissi bu insanı buraxmayacaq. Yox, əgər bu insan ikinci dəfə bu günaha mürtəkib olsa, bu günahı yerinə yetirsə, yenə də bu insan elədiyi bu günaha görə peşman olaraq tövbə edəcək. Amma bu dəfə bu şəxsin peşmançılığı, narahatçılığı əvvəlkinə nisbətdə daha az olacaq. Niyə? Çünki günah çoxaldıqca insanda peşmançılıq hissi bir o qədər azalır. Əgər bu şəxs bu günahları daha artıq təkrar eləməyə başlasa, dəfələrlə bu günahı təkrarlasa, artıq bu günah bunda adət halını alacaq və bu insan nəinki günahdan tövbə etmək, heç peşman belə olmayacaq. Artıq bu günah bu insan üçün adi gələcək. Nə tövbə edəcək, nə peşman olacaq, nə də qəlbində bu günaha görə bir narahatsızlıq hissi keçirməyəcək. Çünki günah elə bir şeydir ki, təkrarlanmasının nəticəsində insanda olan abır-həya hissini insandan aparır və insanın qəlbini get-gedə daşlaşdırır. Günah həqiqətən də belədir. İnsanı həm Allah yanında, həm bəndələr yanında həyasızlaşdırır, insanda olan həya pərdəsini aradan götürür. Buna misalı bilirsiniz nəyə bənzəyir? İnsan əlini oda yaxınlaşdırdıqda, əgər dərhal əlini oddan çəksə, bu od onun əlini bir o qədər də yandırmayacaq. Çox cüzi şəkildə buna təsir edəcək. Yox, əgər insan əlini odun kənarında saxlasa, artıq od onun əlini yandırmağa başlayacaq. İnsan da eynən belədir. Birinci dəfə günaha mürtəkib olsa, günaha batsa və dərhal o günahı tərk edərək tövbə etsə, bu insan artıq günahın təsirindən daha tez çıxa bilər. Bu günah bu insana daha az təsir qoyacaq. Yox, əgər bir insan eyni günahı dəfələrlə təkrarlasa və bu günahda israr eləsə, o artıq eyni ilə əlini odun kənarında saxlayan insan kimi bunun da qəlbi bu günahları təkrar elədiyinə görə daşlaşaraq qəsavət bağlayacaq. Allah Taala ilə olan rabitəsini, əlaqəsini yavaş-yavaş kəsəcək. Ona görə də yeni yetmə uşaqlar, balaca az yaşlı uşaqları təlim, tərbiyə etmək, onları düz yola yönləndirmək çox rahatdır. Niyə? Çünki onların belə deyək, qəlbi, ruhu hələ heç nə yazılmamış ağ kağız kimi tərtəmizdir. Onları hər nə desən, onu hər nə ilə doldursan, o şəkildə də formalaşacaq. O uşaqları düzgün tərbiyə etsən, düz yola, səhv tərbiyə etsən, səhv yola yönələcək. Elə ona görə də bəzi yaşlı insanları adət etdikləri pis və bəyənilməz xasiyyətlərindən uzaqlaşdırmağın çətin olmasının səbəbi elə budur ki, o insanlar öz ağ kağızlarını bir ömür boyu günah və bəyənilməz pis əməllərlə qaralayıblar və bu günahların nəticəsində də formalaşıblar. Ona görə də bəzi vaxtlarda o bəzi yaşlı insanları o səhv və batil düşüncələrindən və əməllərindən çəkindirmək bəzən qeyri-mümkün olur. Niyə? Çünki o zehinlərində olan səhv və batil düşüncələrdən əl çəkmək, əl götürmək bunlar üçün çox çətindir.
Çünki o ağ kağızlarını ancaq bu cür səhv və yanlış şeylərlə doldurublar və onu yenidən təmizləmək elə də rahat, elə də asan bir iş deyil. Əgər insan öz qəlbinə, öz ruhuna, mənəviyyatına bəsirət gözü ilə baxarsa, öz əməllərini öz diqqət mərkəzində saxlasa, insan eləyə bilər ki, bütün günahlardan və bəyənilməz qəbahətlərdən amanda qalsın. Eləyə bilər ki, günahlardan təmizlənsin, eləyə bilər özünü pis əməllərdən, çirkin əməllərdən saxlasın. Dünyada etdiyi əməllərdən qafil olan insanlar qiyamət günü ixtiyarsız olaraq belə deyəcəklər: Əuzu billahi minəşşeytanirracim. Ya vaylətənə məli həzəl kitab la yuğadiru səğirətən və la kəbirətən illə əhsahə. Vay halımıza! Bu necə bir kitab imiş? O bizim heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb yazmışdır. Yəni həqiqətən də bu dünyada insan əgər qafil olsa, Allah Taalaya qarşı itaatsizlik etsə, qiyamət günü peşman olaraq əbədi bədbəxtçiliyə, əbədi zülmətə düçar olacaq. Allaha and verirəm izzət-i cəlalına xatir. Bizləri qafil olan bəndələrindən qərar verməsin. Bizləri daim agah və onun əmrlərinə boyun əyən bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.